Salam uşaqlar, biz demək bu gün danışacağıq sizə negativ pronoun, inkar əvəzli, indefinite pronouns, qeyri-müəyyən əvəzli və definite pronoun, təyin əvəzlər haqqında danışacağıq. Birinci sualdan baxırıq. Bu tip suallar çox qarşımıza çıxacaq. Ona görə mən istəyirəm yuxarıdan belə özümüzə işarə kimi yazaq ki, əgər cümlə each, every, none və neither-lə olarsa, oflu birləşmələrdə əsas tərəfi, yəni onlar olarsa, xəbərimiz təkdə olur. Tək xəbərlərimiz hansılardır uşaqlar? Is, was, has və feilin sonu s-lə bitəndə. Məsələn, goes, comes falan. Bunu artıq mən biləndən sonra, inanın ki, testdə heç bir problem yaşamayacağam. Birinci nəyə baxırsınız? Birinci baxırsınız ki, aha, of buradadır, ofu tanıdım. Xəbərim isə has nədədir? Təkdədir. Oflu birləşmələrdə, ümumiyyətlə sözönlü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Xəbərim təkdədirsə, yəni məsələn həzdirsə, avtomatik olaraq mənim birinci tərəfim ya each, ya every, ya none, ya da neither olmalıdır. Məsələn, məndə heç vaxt burada all, both, some ola bilməz. Nəyə görə ola bilməz uşaqlar? Çünki onlar cəmi bildirirlər. Onlar olan xəbər həmişə məsələn burada has you have olmalı idi. Qalıram my ilə B arasında və birdən yadıma düşür ki, everydən sonra axı of gələ bilmirdi. Ona görə A variantına çıxıram, düzgün cavab B variantında qalıram. İkinci suala baxıram. Sözörlü birləşmələrdə yenə əsas tərəf birinci tərəfdir. Baxıram ki, was isə xəbər təkdədir. Mən bilirəm both, all, some, bunlar cəmi bildirirlər axı. Gəlin elə belə bir tərcümə eləyək. Məsələn, A variantında some of us, bizim bir neçəmiz deyəndə was xəbər verə bilmərəm. Bizim bir neçəmiz çox adam nəzərdə tutur. Məsələn, C variantını qoysam ki, bizim hər ikimiz, iki nəfərdən söhbət gedir. Y variantını qoysam ki, bizim hamımız. Demək ki, 2-dən artıqdılar da, bunlar bizim hamımız deyirəm. Mən onda xəbərim axı was ola bilməzdi. Ümumiyyətlə, xəbər was təki bildirir. Məsələn, are amma cəmi bildirir. Sonra, məsələn, goes təki bildirir. Sonra, məsələn, are cəmi bildirir. 6-cı sualda yenə are cəmi bildirir. 7-ci sualda was təki bildirir. Yəni, bu belə işləyəcək də testləri. Yəni, xəbəri tapdınsa və salam, sənə zaval yoxdur. Yəni, özünü davam edə biləcəksən. İkinci sualda neither-ın every arasında qalanda bilirəm ki, everydən sonra da of gəlmir deyə B variantını götürəm düzgün cavab kimi. Üçüncü sualda yenə of them are. Are cəmi bildirir. Mən də bilirəm ki, every təki bildirir. 4-ü çıxdım. 3-ü çıxdım. Qaldım 2 variant arasında. 1-5, bir də 1-2-4. Birdən yadıma düşdü ki, müəllim demişdi ki, 16 dənə törəmə. Someone, somebody, something, somewhere, anyone, anybody, anything, anywhere, no one, nobody, nothing, nowhere, everyone, everybody, everything, everywhere. Bunlardan sonra of və isim gələ bilməz. Nöqtələrdən sonra isə of var. 5-i də çıxıram. Cavab qalır 1-2-4. Yəni C variantı. 7-ci suala baxıram. Goes xəbər təki bildirir. Both deyir ki, 7 oğlanın hər ikisi. Uyğun gəlmir axı. 7 oğlanın bir neçəsi sam da olmur. 7 oğlanın hamısı axı xəbərim təkdədir. Everydən sonra da of gəlmir deyə bir dənə avtomatik D variantına möhtac qalarım götürməyə. 5-ci sualda cümlənin heç əvvəlini oxumuram. Sadəcə baxıram ki, ar xəbər cəmdədirsə. Aha, mən də baxıram ki, ar xəbər cəmdədirsə, iç təki bildirir. Everyone o da təki bildirir. 2, bir də 4. Düzgün cavabım olacaq D variantı. Altda yenə are cəmi bildirir. Onda all-la both-u seçəcəm. Çünki biz bilirik ki, both, all, most, some qay dəftərində də var. Demək, biz bilirik ki, of adını əsas tərəfdə each, one, none, neither deyəndə xəbər təkdə olur. Amma yox. Both, all, most, some deyəndə xəbər cəmdə olur. Ona görə 3-4 Y variantı doğru cavabdır. 7-ci suala baxıram. Yenə was var. Was nəyə bildirir? Təki bildirir. Düzdürmü? Təki bildirir, lap yaxşı. Mən də baxıram ki, was xəbər zislə zos işarə vəzi bilir ki, cəmini bildirir. Az səsdən sonra isim gələ bilməz. Van burada isimləşib də. Məsələn, bilir ki, başqa biri o məna verir. Ona görə özümü atmıram. İçi bilirəm ki, xəbər təkdə olanda işləyir də. 8-ci suala baxıram. Doesn't. Aha, doesn't altına xətt çəkirəm və işarə edirəm ki, bu cümlə inkar cümlədir. Yalnız saxlayın ki, bir cümlədə 2 inkar ola bilməz. Məsələn, no, bir də does, notda not. 2-ni çıxıram ona görə. Bir cümlədə ingilislə 2 inkar yanaşı işlənə bilməz. Bir də qayda dəftərimə ümumiyyətlə dərsi başa salanda qayda dəftərinizə yazdırmışdım ki, some, every, any, other, belə deyək də, belə yazdırmışdım. Some, any, no, every, bir də other.
Bunlar tək işlənə bilmirlər. Bunlardan sonra mütləq nə gəlməlidir? İsim gəlməlidir. Mən də baxıram ki, axı about haqqında deməkdir, isim deyil. Ona görə bu ikisində çıxanda 1-3 cavab qalır A variantı. 9-cu suala baxıram. Rights. Rights hüquq deməkdir, bilməyənlər üçün deyim. Deyir ki, biz hörmət eləməliyik bir-birinə hüququna, yoxsa bir-birimizin hüququna. Bir-birimizin. İç azə və nazə dərsini keçəndə dedik ki, iç azə və nazə cəmlənə bilmirlər. Yəli halı yalnız apostrof S-lə işlənir. Onda D variantı səhvdir, çünki S apostrof yazır. Və apostrof S-lə işlənirsə mütləq özünə sonra isim gəlməlidir. Bu da isim gətirib deyir Y variantı bir-birimizin dediyinə görə Y variantı doğru cavabdır. 10-cu sualda deyir ki, there is interesting to read at home. Bu biraz o bilər çətin gələ bilər sizə. Deyir ki, evdə oxumağa maraqlı, mən gedirəm kitabxanaya. Demək, evdə oxumağa maraqlı heç nə yoxdur ki, bu bədbəxt gedir kitabxanaya. Yəni, tərcümə eləmək lazım idi bunu. 11-də deyir ki, var idi danışmağa, mən özümü yalqız hiss edirəm. Demək, bu yazığın yanında heç kəs yoxdur da danışsın. Heç kəs mənasını verən nobody'dir. Məsələn, everybody hər kəs deməkdir. Nobody heç kim. Some bir neçə deməkdir. Some özü tək işlənə bilmir uşaqlar. Mütləq özünə sonra isim gətirməlidir. Somebody kimsə deməkdir. Əgər kimsə danışmağa vardısa, bu niyə özünü tək hiss edir ki? Y variantında anybody isə sual və inkar cümlələrində işlənir. Bu cümlədə adi nəqli cümlədir deyə götürmürsünüz. 12-ci suala baxıram. Yenə of var burada. Of ifadələrinin əsas tərəfi hansı tərəf idi? Birinci tərəf idi. Xəbərimiz isə knows nəyi bildirir? Təki bildirir. Çünki S-i var axı. All cəm bildirir, both cəm bildirir, some cəm bildirir. Everydən sonra of gəlmir, cavab qalır Y variantı. Yəni of ifadələrində əsas tərəf birinci tərəfdir. Xəbərin believes təkdədir. Təkdədirsə, onda mən both, all, some çıxıram. Everydən sonra da of gəlməz deyir, yenə C variantı qalır. 14-cü suala baxıram. Student sözü cəmdədir. Another'da demişik ki, an article olduğuna görə özündən sonra ancaq sayılan tək isim istəyir. Olmaz. Everydən, içdən, either'dan sonra sayılan tək isim gəlməlidir uşaqlar. Ona görə not all the student C variantı doğru cavabdır. Yəni bunu əzbərləmək lazımdır ki, every içdir, hər biri deməkdir. Hər bir adamlar demirsiniz ki, hər bir adam olmalıdır. Bir də bunu yada saxlayın ki, no var, no. Həm tək isimlə işlənə bilər, həm də cəm isimlə. Yəni düzgün cavabım 1-2-dir. İndi gəlirim, içdən sonra da tək isim gəlməlidir, 4-ü götürürəm. Yəni 1-2-4, düzgün cavabım D variantıdır. Bəs niyə 3-ü götürə bilmirəm? Deyir ki, each of the words, sözlərin hər biri, sözlərin hər biri. Sözün hər biri olar, uşaqlar, yoxsa sözlərin, adamın hər biri olar, yoxsa adamların hər biri. Yəni bu çaşdırıcı sualdır. Everydən sonra məsələn of gələ bilməz deyə 5-i rahatlıqla çıxacaqsınız, yəni göydə. O avtomatik 1, 2, 3, 4 qalır adam beynində. Bilmirsən ki, hansı variantı götürəsən. Onu da yazı saxlayın ki, uşaqlar, each of the words olmalıydı. Sözlərin hər biri. Amma 4-də deyir ki, hər bir söz. Okey, bu olar. Məsələn, 16 da eyni şeydir. Sizcə, bir lüğətin ikisi, yoxsa lüğətlərin ikisi olmalıydı orada? Əlbəttə ki, lüğətlərin ikisi olmalıdır. Bir səhvdir. Each dictionary, içdən sonra sayılan tək isim gəlir, düzdür. No dictionaries düzdür. Bu da düzdür. Everydən sonra da of gələ bilməz deyə 2, 3, 4, yəni D variantı doğru cavabdır. Sonra deyir ki, there are 5 flats. 5 dənə mənzil var. Amma xəbərim has təkdədir. Both, all, some bunlar cəm bildirirlər. Everydən sonra da of gəlmir deyə düzgün cavabım iç qalır. 18-ci sualda deyir ki, yenə of var və xəbərim has təki bildirir. Both, some, all'u çıxıram çünki onlar cəmi bildirirlər. Məsələn, əgər olsaydı ki, all of them, onların hamısı orada has yox, have olmalıydı. Məsələn, both dəmçinin some. Everydən sonra da of gəlmir deyə cavab elə A variantı için özü qalır. Sonra 19-a baxıram. Artıq burada xəbərimiz görürsünüz cəmdədir, are-dır. Onda every-ni, either-ı, içi, one-ı çıxıram, cavab qalır C variantı. Çünki onlar təki bildirirlər. Məsələn, were xəbər cəmdədir. Every-ni, içi, one, neither çıxıram, both qalır. So, 21-ci suala baxıram. Deyir ki, the Pacific Ocean contains more water than any, some az, some the az. Some'dan any'dən sonra article gəlmir. Every'dən sonra cəm isim gələ bilmir. İçdən sonra da cəm isim gələ bilmir. Avtomatik D variantı qalır. 22-ci sual asandır. Yenə xəbərin word cəmdədirsə, uşaqlar, mən burada içi, everybody-ni götürə bilmərəm. Cavabım qalır 1, 3, bir dəqiqə. All the students, both the students, some the students. Some'dan sonra article gəlmir deyə 1, 5 variantı A variantı doğru cavabdır.
Yəni məsələn some people deyirsiniz də, düzdürmü? Some the people demirsiniz ki. Ümumiyyətlə öz bir oxuyanda da bir oxuyun görün. Məsələn some children deyirsiniz, yoxsa some the children. Əlbəttə ki some children deyirik. Hə, 23-dən başlayaraq bütün suallar demək olar ki hardasa eynidir. Bu necə işləyəcəksiniz? Məsələn couldn't inkar cümlədirsə, uşaqlar bir cümlədə 2 inkar ola bilməz deyə bunu çıxdıq avtomatik. Sonra törəmələrdən sonra demişik ki, isim gəlməz. Question-da nədir? İsimdir, düzdürmü? Ona görə törəmələrin çıxdı. Anyone, anybody, anything bunlar. Another-də an artiklı var deyə ancaq sayılan tək isimlə işlənir. Amma bu cəmdə olduğuna görə cavab qalır A variantı. 24-cü sualda yenə eynidir. Mistakes səhvlər deməkdir və cümlə inkar cümlədir. Bir cümlədə 2 inkar ola bilməz. Törəmələrdən sonra qətiyyən isim gələ bilməz. Qalıram B ilə D-nin arasında. Another'dən sonra da sayılan tək isim gəlməlidir deyə o da çıxır. Cavab qalır Bakı variantı. He couldn't find any mistakes. O deyir, heç bir səhv tapa bilmədi. 25-ci suala baxıram. Yenə inkar cümlədir. Bir cümlədə 2 inkar ola bilməz. Çıxdı. Some inkar cümlədə işlənə bilmir deyə düzgün cavab en isim qalır. Some'dan enin fərqi nə idi? Some ancaq təsdiq cümlələrində işlənirdi. En isə sual və inkar cümlələrində işlənirdi. 26-cı suala baxıram. I can't tell you. Mən sənə deyə bilmirəm. Bir cümlədə 2 inkar ola bilməz deyə çıxdı. Some inkar cümlədə işlənməz. Bir cümlədə 2 inkar ola bilməz deyə C variantda çıxdı. Every'dən sonra mütləq isim gəlməli idi, amma mən burada isim görmürəm. Cavab buna görə D variantı qalır. 27-ci sualda about. About uşaqlar isim deyil ha. Deyir ki, Steve atlar haqqında hər şeyi bilir. Every'sini görsəm daha yaxşı olar. Çünki every'dir, no'dur, any'dir. Bunlardan sonra isim gəlməli idi. Anybody'dəki mənaya uyğun gəlmir. Həm də anybody sual və inkar cümlələrində işlənməlidir axı. 28-ci suala baxıram. Workers işçilər deməkdir uşaqlar. Törəmələrdən sonra isim gəlməz. İçlə every'dən sonra tək isim gəlir. Törəmələrdən sonra isim gəlməz. Yəni qayda budur. Törəmələrdən sonra isim gələ bilməz deyə somebody ilə nobody çıxdı. İçlə every'dən sonra sayıla bilən tək isim gəlməlidir deyə cavab D variantı qalır.